Əziz dostlar, hər birinizi salamlayıram və bu dəhşət dolu mahnını səsləndirməkdə məqsədim var mənim. Mən bilmirəm bu mahnını kim yazıb sözlərini, kim bəstələyib bu Ülviyə Namazova üçün. Və bu necə olur ki, bugünə qədər Azərbaycanda belə bir mahnı səslənib? Mən ümumiyyətlə qulaq asmamışam. Bugün təsadüfən mən şahid olmuşam mahnıya. Mən ümumiyyətlə qulaq asıram İlham Əquliyevaya, müasir dövrdə Brilliant Dadaşova, biraz Zamik, keçmişə qayıtsaq biraz daha klassiklər, retro mahnılar sevirəm və belə insanlara qulaq asıram. Və biraz da xarici belə deyək də musiqiçilərə. Yəni bu qıjıskoy, bu Azərbaycanın örf və adətlərini, milli mənəvi dəyərlərinə zidd olan belə biabırçı bir mahnını kim yazıb? Bunun bəstəkarı kimdir? Bunun sözlərini kim yazıb? Mən müraciət edirəm Azərbaycan Bəstəkarlar İttifaqına, Azərbaycan Yazıçılar İttifaqına müraciət edirəm ki, bunun sözləri kimindirsə tapsınlar, bu adam haqqında ölçü götürülsün. Bu Azərbaycanın ailə institutunun məhvinə çağırır bu musiqi. Mən hesab edirəm ki, belə mahnılar Azərbaycanın milli mənəvi dəyərlərinə, örf və adətlərinə, keçmişindən bugünə qədər əzizlənərək, saxlanaraq qorunan bütün dəyərlərini ailə institutunun məhv olunmasına çağırır bu musiqi. Mən müraciət edirəm Azərbaycanın hüquq mühafizə orqanlarına. Bugün bu, belə deyək, bir çox sosial şəbəkələrdə məhz Azərbaycanın örf və adətlərinə, milli dəyərlərinə zidd olan görüntülərin məhdudlaşdırıldığı bir vaxtda məhz belə ifadələrin, baxın, uşaqların sözündən qoyub ora istifadə etmək, belə deyək də, bilirsiniz də bu həssas məsələlərdir. Yəni bir Ülviyə Namazova adında bir ifaçı və efirdə də bu həyatı yaşadığı özünün dilindən bu həyatı yaşadığını etiraf edən bir adam deyir ki, mən evli birini sevirəm, amma qəlbimlə nə etməliyəm? Mən düşünürəm ki, bu mahnı bütün YouTube'dan, platformalardan silinməlidir. Azərbaycanın milli dəyərlərinə, milli əxlaqi dəyərlərinə, ailə institutunun məhv olmasına, mənəviyyat məsələlərinə tamamilə ziddir. Bu dərhal bütün platformalardan, televiziyalardan yığışdırılmalıdır, radyolardan yığışdırılmalıdır, sosial platformalardan yığışdırılmalıdır və mən estafeti bırakıram bütün Azərbaycanın tanınmış